Bircə dəqiqə dayanın. Kimsə əvvəlcə mənə bunun nə və nə üçün olduğunu izah eləsin. Ondan sonra mən başlayacağım kitabımdan danışmağa. Edgar Allan Poe, Marie Roget'nin sirri. Cəmaət vaxtı ikən qəzetdəki məlumatları oxuyub qatilin kim olduğunu tapıb, indikilər deyir ki, hadisə yerinə hamıdan əvvəl özüm baxış keçirməliyəm. Bu kitabda hər şey qəzetlərdədir. Hər şey. Hadisələr nəinki birinci, ikinci, üçüncü şəxs tərəfindən, bəlkə də 45-ci şəxs tərəfindən özdə ki, filan kəsin dediyinə görə filan cür olub halında hərənin öz fikrinə, öz düşüncəsinə uyğun formada qəzetlərə yazılıb. Dedektiv də qəzetlərdə olan məlumatları üst-üstə qoyur, oxuyur, tutuşdurur, məntiqi bir sonluğa gəlir və axırda deyir ki, gedin filan kəsdən yapışın. İnanılmaz bir şeydir. O qədər xırda detal var ki, o qədər diqqət tələb edən kitabdır ki, balaca bir şeyi itirdinsə, axırda gəlib deyirsən ki, buna bax, bu mənim gözümdən yayınıbmış. Edgar Allan Poe'nun aramıza qara bir pişik girmişdi. O qara pişik hekayəsindən sonra mən deyirdim ki, yox, mən bu adamın qələmin qətiyyən oxuya bilmərəm. Amma biz bu yaxınlarda onunla bir söz sazişi imzaladıq və o saziş öz bəhrəsini verməyə başlayıb artıq. Ümid edirəm ki, davamlı olacaq. Və əgər siz bilmək istəyirsinizsə ki, müasir detektivlərin ilkin versiyası necə olub, bunun əsasını kim qoyub, onda Allan Poe'nun qələminə müraciət edə bilərsiniz. Bir də bu məsələyə qayıtsaq, çox güman ki, kitabı qəzetə oxşatmağa çalışıblar. İstəyiblər ki, oxucuya o hissi versinlər ki, güya hekayədə olduğu kimi hər şey qəzetdən oxunur. Amma şəxsən mən heç xoşuma gəlmədi.